Biz yığışıb birgə söhbət eləməkdən çəkinməməliyik, qorxmamalıyıq. Ən azından Azərbaycan kimi bir ölkənin taleyi onun vətəndaşlarından, sizlərdən asılıdır, bizlərdən asılıdır, dəyərli dostlar. Biz bu ölkənin vətəndaşlarıyıqsa, biz bu ölkədən çıxmış insanlarıqsa, biz bu ölkənin özümüzə vətən sayırıqsa, biz oturub danışmaqdan heç vaxt çəkinməməliyik, söhbət eləməkdən heç vaxt çəkinməməliyik. Bu məsələni müzakirə etməkdən çəkinməməliyik. Mütləq biz bunu eləməliyik. Yoxsa ölkəmizin başına dünən Heydər Əliyevlər gətirilib, bugün İlham Əliyevlər var, sabah onun oğlunu gətirəcəklər və beləcə zülm içində yaşamaqda davam edəcək. Bizlər hesab edirik ki, xaricdə olanlar Azərbaycandan çıxıb canlarını qutarıblar. Amma burada belə biz bir dəqiqə olsun belə Azərbaycansız yaşamırıq. Mən şəxsən Azərbaycansız yaşamıram. Mən saatımı da Azərbaycandan qururam. Çünki həmişə hamıya deyəndə ki, saat neçədə bizim proqramımız olur, mütləq mən onu Azərbaycan saatından deyirəm. İsveç saatından, Avropa saatından yox və ya başqa saatdan yox. Yaşadığım yerin saatından yox. Çünki əgər vətəni hər zaman düşünməsən, o vətən sənin olur, sən də vətənin olursan. Bunun üçün də bunu düşünməliyik hər zaman. Vətən var, vətən yaşamalıdır. O vətən dediyimiz yerdə bizim dövlətçiliyimiz var. O dövlətçiliyimizi mənimsəmiş mənfur insanlar var. Mən bayaq xatırlatdım. Niyə məsələn İlham Əliyev hər zaman bu hara getsə Kürd muxtariyyətinin rəhbəri ilə görüşür. Onu Azərbaycanı dəvət edir. Ona geniş imkanlar yaradır. Ona imkan yaradır, gəlsin Azərbaycanı gəlsin. Özü də gedir o regiona səfərlər edir. Niyə? Nədir məsələ? Çünki o millətdəndir. O öz milləti üçün eləyir. Bizim də millətimiz bizimkidir, buradadır, Azərbaycandadır. Biz bu işğalçı tayfanı Azərbaycandan qovmalıyıq. Biz Azərbaycanımızı sahib durmalıyıq. Bunun üçün də dostlar, mən nə qədər ömrüm var, mən bu yolda mübarizəm aparacağım. Amma mən istəmirəm ki, ömrümün geridə qalan hissəsində mühacirətdə olsun. Mən istəyirəm ki, bizim mübarizəmiz bir nəticə versin və qayıdaq ki, ölkəmizdə heç olmasa ləzzətlə baxaq görək ki, bizim ölkəmizdə azad oldu. Və orada artıq azad insanlar yaşayacaq, azad Azərbaycanlar yaşayacaq. Mənim və mənim dostlarımın, mənimlə tanış olan insanların ömrümüz çox deyil. Yəni, nə qədər insan yaşaya bilər. İndən sonra faydalı iş əmsalımız bizim nə qədər ola bilər? Yəni, ömrümüzün nə qədər faydalı iş əmsalı ola bilər? Təxminən bir 3-5 ili, 10 il olsun indən sonra, 15 il olsun. Amma bunu heç olmasa ən azından ölkəmizə həsr edək bundan sonraki qalan ömrümüzü. Və Azərbaycan adlı bir ölkəni mən azad görmək istəyirəm. İstəyirəm ki, həqiqətən də oradan çıxan insanlar, potensialli insanlar Azərbaycana fayda versinlər. Bugün Azərbaycanın dörd bir yanında minlərcə insanlar var ki, minlərcə ziyalı insanlar var, minlərcə şairlər var, minlərcə yazarlar var, minlərcə tarix elmləri namizədləri var, minlərcə müxtəlif sahələrdə işləyən insanlar var, həkimlər var minlərcə. Bu minlərcələr niyə Azərbaycandan kənardadırlar? Bu mənə həmişə sualdır və qarşımda bu sual mənə hər zaman düşündürür. Niyə mənim insanlarım xaricdə olmalıdır? Niyə Azərbaycanda olmalı deyil? Baxın, bir dəfə mən bir Yapon var idi burada, işləyirdi. Dedim, mən artıq gedirəm ölkəmə. Dedim, niyə? Dedi, bu ölkə, İsveçli dedi, bu ölkədə əgər Koreyalı ilə, Çinli ilə, Yaponiya bir-birini ayıra bilmirsə, mən burada yaşaya bilmərəm. Görün, öz ölkəsinə nə qədər dəyər verir, öz xalqımız millətinə nə qədər dəyər verir. Biz də bu dəyər öz xalqımıza verməliyik. Bizim insanımız çox çalışqandır. Bizim insanımız çox bacarlıdır. Bu bacaran, bu çalışqan insanlara dəyər vermək lazımdır. Sadəcə olaraq bizim insanlarımız çalışmayan cəhəti utancaqlıqdır. Deyirəm, mən sizlərə deyirəm, dəyərli dostlar, xatırlatdım. Deyirəm ki, adamlara danışırıq ki, gəlin bərabər oturaq söhbət elə. Deyir ki, söyülməkdən qorxuram, mən qorxuram, məni söyəcəklər. Çünki hakimiyyət bəzi qüvvələri göndərib xaricə, onlara efirlər verib və deyib ki, get, məni də söy. Amma lazım olan məqamda mən filan kəsləri söydürəcəm. Çünki onlar söyməyə adət edib, söylsələr də Azərbaycanı bugün də sürükləyirlər. Amma biz söyləndə qırağa kənara dururuq. Çünki qazancımız nədir deyirik burada? Onun qazancı söylədikcə milyonlardır, milyardlardır.
Azərbaycanı soru talıyır. Amma biz söyləndə deyirik ki, burada mənim nə qazancım nə var? Qınağa rast gəlir. Ailə qınağına, dost qınağına, öz qınağımıza rast gəlir ki, deyir ki, sən nə işin var ya burada? Sən görürsən, səni söylürlər, əl çək buradan çıx get də. Özü naxaq söyləndə insan daha pis olur. Ona görə, dəyərli dostlar, mənə belə gəlir, biz heç şeydən çəkinməli deyilik. Heç bir şeydən çəkinməli deyil. Əgər sən doğrudan da saf susansa, doğrudan da bir qaranlıq keçmişin yoxsa, bulanlıq keçmişin yoxsa, o zaman heç nədən qorxmamalısan. Heç nədən qorxmamalısan. Çünki ağ divara palçıq dəyər, amma qalmaz orada, düşər yerə. Ona görə qorxmaq lazım deyil heç nədən. Mən hər bir kəsi, hamını yenə də birgə söhbətə çağırıram. Mən demirəm mən ağıllıyam. Məndən daha ağıllı insanlar var. Mən demirəm mən bacarıqlıyam. Məndən daha bacarıqlı insanlar var. Amma kimsə bu təşəbbüsdə bulunmalıdır. Kimsə bu insanları bir araya gətirmək üçün nəsə eləməlidir. Dostlar, Azərbaycan Xalq Parlamentində millət vəkili olmağı dəvət edirəm sizi. Azad tribunadır. Gəlin o azad tribunadan istifadə edin. Gəlin gəncliyə xüsusilə müraciət edirəm. Xaricdə olan gəncliyə. Daxildə olan gənclik gələ bilmir. Çünki onların başı oynasırlar. Xaricdə olan gənclik gəlin. Gəlin Azərbaycan Xalq Parlamentinə namizədliyinizi verin, seçilin və Azərbaycan xalqının idarəsinin başına keçin. Azərbaycan adlı bir ölkəni sizlər idarə edin. Və burada təcrübə qazanın. Burada siyasi təcrübə qazanın. Beynəlxalq təşkilatlarla işləməyə öyrənin və Azərbaycanı idarə etməyi əldə edin.